Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiye ba'de. Muhterem Müslümanlar, biz Allah subhanahu wa ta'ala iziyle Şeyhülislam Muhammed et-Temimi'nin rahimehullah 4 Kade kitabının şerhine devam edirik. Ve en son kalmıştık onların, yani Mekke müşriklerinin məbudlarının müxtəlif olması haqqında. Ki, yani onlar müxtəlif məbudları ibadət edirdiler. Eğer kaldık ki, o delil-i salihini kavluhu teala. Müellif buyurur ki, Allah ona rahmet eylesin. Onların salihleri ibadət etmesi hakkında delil. Uca Allah buyurur ki, "Ulaikellezine yed'un yebtaguna ila rabbihimul vesile eyyuhum akrab yercuna rahmetehu ve yakhafuna azabe." İsra suresi 57. ayet. Onların dua ettiği kəslər özləri Rəblərinə yaxınlaşmaq üçün bir vasitə axtarırlar. Hansı daha yaxın olacaq deyə çalışırlar. Onu rəhmətini ümid edirlər, əzabından isə qorxurlar. Şərh yeniyen Şeyhimiz Halid Raddadi Allah ona rahmet eylesin buyurur ki, ey delile ala enne men hunak men kâne yabudu salihine minel beşer ala zaman Nebi sallallahu aleyhi ve sellem. Yani bu ayet gösterir ki Peygamber sallallahu aleyhi ve sellem dövründe bazı insanlar salihleri ibadet edirdiler. Salihlere ibadet edirdiler. Ona göre de Allah subhanahu wa ta'ala ulaikellezine yed'ûne, yani onların dua ettiği kimseler. Onların dua ettiği kimseler. Onların dua ettiği kimseler burada şimdi ne diyor? Onlar müptedadır. Dua ettiler ise onun sifetidir. Ne aktarırlar? Yebtaguna ila rabbihimul vesile. Özleri Rəblərine vesile aktarırlar. Yani yakınlaşmak istiyorlar. Ona ibadet ediyorlar. وعن عبد الله بن مسعود رضي الله عنه في قوله تعالى, Abdullah ibn Mesud radıyallahu anh bu ayet barisinde buyurur ki, bu ayet kimler hakkında neferun minel cin eslem ve kanu yu'bedun ve beggellezine kanu ya'budunahu ala ibadati ve kad eslemun neferun minel cin. Cinlerden bir grup İslam'ı kabul etmişti. İnsanlardan bazıları ise onlara ibadet etmeye devam ediyorlar. Halbuki hemin cinler artık Müslüman olmuştular. Başka bir rivayette diyordu ki, yani bu ayet Ərəblərdən bazı insanlar hakkında nazil olmuştur. Onlar cinlerden bir gruba ibadet edirdiler. Cinler İslam'ı kabul ettiler. Lakin onları ibadet eden insanlar bundan habersiz olarak onları ibadet etmeye devam ettiler. Ona göre Uca Allah buyuruyor ki "Ulaikellezine yed'ûne yebtagûne ilâ rabbihimul vesîle." Onların dua ettiği kəslər özləri Rəblərinə yaxınlaşmaq üçün bir vasitə axtarırlar. Və minhu eydan ennehum melaike كانت تعبدون قبائل من العرب وذكر الماوردي وقال ابن عباس والمجاهد والعزير وعيسى. Bazıları deyirlər ki, bu ayet melekler hakkında nazil olmuştur. Bazı Ərəblərin qəbilələri onları ibadet edirdiler. Bu görüşü Mavardi qeyd etmişti. İbn Abbas ve Mücahid ise demişler ki, burada qəsd olunan Uzeyr ve İsa'dır. İsa Məsihdir. Ayedeki yebtagûne ila rabbihimul vesile, Rəblərine vesile aktarlar. Yetlubune minallah zulfe vel qurbe. Yani onlar Allah'a yakınlık ve mertebe istiyorlar. Ona yakın olmaya çalışırlar. Cennet istiyorlar ve cehennemden de korkurlar. Cennet istiyorlar ve cehennemden de korkurlar. Böyle de Allah bildirir ki ibadet edilen bu varlıklar, məbudlar özləri də Rəblərine yaxınlaşmaq üçün çalışırlar. Özləri də Rəblərine yaxınlaşmaq üçün çalışırlar. Eyyuhum akrabu, hansı daha yaxın olsun diye. Yarcuna rahmete ve yakhafuna azabe. Onun rəhmətini ümid edirlər, əzabından isə qorxurlar. Sonra ise burada Şeyhimiz Halid Raddadi, Şeyhülislam İbn Teymiyye'nin sözünü getirir ki, Şeyhülislam İbn Teymiyye rahmetullah buyurur ki, في هذه الآية الكريمة لما ذكر الأقوال المفسرين وهذه الأقوال كلها حق. Yani burada tefsircilerin sözünü zikredilir ki, yani burada deyilenlerin hamısı doğrudur. Hamısı doğrudur. Yani çünkü şərik koşmaq, yani bütlərə ibadet eləməklə məhdudlaşdırılmır. Salihlərə ibadet eləmək, mələklərə ibadet eləmək, cinlərə ibadet eləmək, onların hamısı onun içine daxildir. Ona göre Şeyhülislam buyurur ki, bu deyilenlerin hamısı doğrudur. Ayet Allah'tan başka ibadet olunan her bir varlığı əhatə edir. İster mələk olsun, ister cin olsun, ister insan. Sələflərin təfsirlərində ayənin müəyyən bir növünə ait nümunələr zikr edilir. Lakin məqsədləri ayəni yalnız həmin növlə məhdudlaşdırmaq deyil. Necə ki, Kur'an'ın bu cür ayələri, yani bəzi bu cür ayələr nəyə dəlalət edir? Yani müəyyən növünü zikr edilirsə, o demək onu məhdudlaşdırırlar. Yani bu da tercümanın bu bir tercümesinin çörek nedir sualına bu diyerek bir çöreği göstermesine benziyor. Burada məqsəd
yalnız həmin çöreği nəzərdə tutmaq deyil, onun növünü göstərməkdir. Yəni, deməli, ayə Allahdan başqa dua edilən hər kəsə xitab edir. Həmin çağırılan şəxs özü də Allaha yaxınlaşma vasitə axtarır, onun rəhmətinə ümid edir və əzabından qorxur. Buna görə də ölülərdən və dirilərdən, övliyalardan, salihlərdən kömək istənilməsi bu ayənin əhatəsində daxildir. Necə ki, ayə mələklərə və cinlərə, dua edənlərə də əhatə edir. Allah bu ayədə onların çağırılmasını qadağan etmiş, onların dua edənlərin zərərini uzaqlaşdırmağa və ya onu başqa yerə çevirməyə qadir olmadıqlarını bildirmişdir. Buna görə də Uca Allah buyurur ki, yəni bu ayədə onlar nə zərəri uzaqlaşdıra bilər, nə də onu dəyişə bilərlər. Və lihədə qal, və lə təhvilə. Yəni onlar bunun əzabını neyirlər, nə dəyişə bilərlər, nə də uzaqlaşdıra bilərlər. Burada ifadə bütün dəyişdirmə növlərini əhatə edir. Beləliklə də kim ölmüş və ya diri bir övliyaya, salihə və ya mələyə dua edərsə, özünə fayda və ya zərər verməyə qadir olmayan birinə dua etmiş olar. O kəs ki, nə zərəri aradan qaldıra bilir, nə də dəyişə bilir. Və sonra isə müəllif buyurur ki, وَالدَّلِيلُ الْأَحْجَارِ وَالْأَشْجَارِ وَقَوْلُهُ تَعَالَى. Yəni, onların ağaçlara, daşlara ibadət edilməsinin dəlili أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّةَ وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَى. Yəni, onlar Allah'ı, Uzzanı görmürlərmi və üçüncü olan Mənatı. Bunlar da müşriklərin ibadət etdiyi bütlər idi, hansı ki, onlar ağaçlardan və daşdan ibarət idilər. Bunları ise gəlində götüreyim. Tüzün Allah bilir. Sallallahu aleyhi ve sellem Muhammedin ve aleyhi ve sahbihi ecmaîn.